Haydi kız. Salam uşaqlar. Bizim bir yıl var artıq. Birinci başlayacağım. Salam uşaqlar. Ən yaxşısı belə. Uşaqların məktəbdə mənə verdiyi məktubları, sevgi məktublarını sual oxumaq, göstərmək istəyirəm. Çünki heç birini atmamışam. Qətsizlikdən ola bilər. Salam ol. İndi onları qızımızla indi oxuyacağıq. Hə qızım? Demək, qızım, işə salın. Hər şeyin dəftərini tutduğuma görə mən bunları dəftərə yapışdıracaqdım. Sonra məktəbdən olar, hər şeyi unuduram. Məndə qalan məktublar, dizaynlarını göstərmək istəyirəm sizə. Məktəbə çox içəriyini yapa bilir. Qızım, bir səbirli ol. Belə. Və içərisindən belə bir ürəklər. Bunu bir oğlan yazdı mənə. Çəkmişəm, amma bəzi çox su qalıb da onları göstərəcəm. Belə bir detay. Gəl müəllimə, can müəlliməm, gözəl müəlliməm, yaxşı ki varsınız. Siz mənim ən gözəl müəllimimsiniz. Sualtıda. Düşünürəm ki, bu məktubları bu dəftərə yapışdıracağım. Əkri də var. Lalə, təşəkkür edirəm. Yaxşı ki, məni tanıyır. Uşaqlar, bunu başqaları da yazmışsınızsa, yəni özümü çox belə aldadılmış hissediyorum. Sizi çox sevirik. Ümid edirəm, siz də bizi çox yox, zərrə qədər yazması istəyirsiniz. Uşaqlar, istəyirəm də ama biraz dərsinizi də oxuyun. Ona görə mən bu məktubları oxuyanda biraz həqiqətən oluram. Niyə? Çünki mən uşaqlara biraz sərt davranmış ola bilərəm. Biraz. Nə bilim, biraz, çox yox. Neyim? Dərsinizi oxuyanda ona görə mən hər şey eləyirəm. Yəni dərs görəndə gözüm dönür. Gəl müəllimə, yaxşı ki varsınız, yaxşı ki sizi tanımışam. Yaxşı ki sizin kimi gözəl, saf müəlliməmiz var. Bizim məktəb çox şanslıdır. Ümid edirəm belədir. Ümid edirəm. Çünki sizin kimi... Ay. Uşaqlar, mən fevral ayında dərsə qaydıram. Sahib, başın çarəsinə bax. Mən məktəbə qaydıram. Uşaqlar mənim dərsini oxuyuram, çox neyəm. Mən belə çox istəyirəm dediyimə baxmıram. Dərs görəndə tamamen üzüm dəyişir. Sən qulaq as. Yaxşı ki varsınız. Siz çox gözəl və yaxşı müəlliməsiniz. İnşallah sizin kimi gözəl bir qızınız olar. İnşallah yaşayasınız. O bir dönəm bir çətinlik. Onda uşaqlar bəlli ki hiss eləmişlər. Pis oldu. Qızım, mən məktəbə çıxıb özüm deyim. Məktəbə qaydıram daha. Uşaq da özüm var. Uşaq da özüm. Bol əylənin, dincəlin, gəzintilərə gedin. Uşaqların nəvəşdir yavaşırmış. Mən onun... Nigar müəlliməm, bugün sizə son dərs günümüzdür. Bəli, son günümüz. Siz bizə 7 ay dərs keçmişsiniz. Az da olsa hər şeyə görə çox sağ olun. Siz bizim üçün çox şey elədiniz. Mən əvvəl coğrafiyanı sevmədim, amma öyrəndikdən sonra nə yaxşı ki bildim dedim. Dırnaq içərisində yazıb budur. Sizə yayda uğurlar arzulayıram. Sənət əsəri. Canım müəllimə məktub. Dünyanın gözəl müəlliməsi və mən çox istədiyim müəlliməyə, belə düzəldir. Nigar müəllimə, yaxşı ki varsınız, yaxşı ki mənim müəllimimsiz. Mən sizin dərsinizi çox sevirəm və özünüz də həm də bu dərsi siz keçirsiniz deyə. Çox sevirəm. Allah Allah. Allah Allah. Uşaqlar, bütün məktublar bir yerinə yıxandan sonra belirli bir şey formalaşır da. Mən dərsə başlasam, siz yeni mənə belə çox sevəcəksiniz indi. United Nation məktubunu desin bu araya qarışıb. Saçaqları yuxarı qaldırın. Qal. İndi. Belə qəzəxdə gəlirik ki, uşaqlar. Məktubları oxuyaraq və biraz əməl başda duyğulandır. Gələn ay dərsə çıxaram. Şübhəli, amma cidden çox ürəyimdəndir ki, məktəbə gedim. Məni duyğulandırarak məktubla başlayacağım. İnşallah sizin kimi gözəl qızınız olar. Doğru mənliyə mesaj yazmışsınız, məktub atmışsınız. Mən bunları yapışdırıb, sonra da belə göstərirəm sizə. Hələlik təşəkkür edirəm istədiyinizə görə. Hal-hazırdakı məzuniyyətdəyim və istər-istəməz məktəbə getdiyim günləri, dərs dediyim günləri ki, mən dərs deməyi çox sevirəm, informasiya ötürməyi çox sevirəm. Yəni sırf dərsdə müəllim
şagird çox belə sərt şəkildə dərs dediyim də olur. Bəzən siniflərdə elə o vəziyyətdə yaşayıram. Çox sərt davranıram uşaqlara. Ola bilər, amma onların hamısı sizin dərsinizi mükəmməl şəkildə öyrənməyiniz üçündür. Amma mümkün qədəri ilə qəlblərini sındırmıram. Yəni heç vaxt hamısı sizin olmanız üçündür. Adlarını çəkməyən uşaqlar var, oğlanlar da var bəzi məktublar. O bir dənəsini oxudum. Yəqin ki, onun qabağında çıxmaz. Deyirəm, onun qarşısında çıxmaz. Hamınızı çox istəyirəm. Ümid edirəm ki, həyatımızın nə vaxtsa hansısa bir dönəmində qarşılaşarıq. Xoş bir təsadüf, xoş bir an olar bizim üçün. Geriyə qalan siniflərdən də düşünürəm ki, bir neçə ilimiz var. Sizinlə qarşılaşa bilərik. Sizi çox istəyirəm. Özünüzə yaxşı baxın, dərslərinizi yaxşı oxuyun.